Salam dostlar. Bu günləri mən nə edirəm? Burada mən çuğundur əkmişdim. Burada qabda da var eyni çuğundur. Toxumdan əkmişdim. Amma ot baxın necə için basıb. Bunların hamısı əlavə otlardır. Bunların hamısını yoldum. Təzədən elə bir fidəliyirəm. Yəni təzədən elə bir əkirəm bura. Çıxartdım bir kökündən. Baxın belə. Görünür ya yox. Təzədən belə əkirəm təzədən. Təzədən görürsüz belə əkirəm ki, daha səliqəli, daha yaxşı olsun. Can? Sənin toxumun orada bitib. Oradadır. Görə bilmirsən? Gələm göstərəm. Baxın, gördüyünüz kimi belə əkirəm. Onu bax, bununla çubuqla belə deşirəm. Gələm quzum. Hani? Hə, oydu. Bax, belə. Belə toxumlatdım, belə əkirəm. Bunlar da güllərdir. Gördüyünüz kimi boşluqlara əkmək lazımdır ki, daha gözəl inkişaf eləsin. Bunları belə əkəndə çıxardıb, toxumdan əkib, bir də təzədən çıxardıb belə əkəndə deyirlər daha yaxşı olur. Ona görə. Çünki toxumda əkəndə kökləri üzdə qalır da. Belə kökləri dərində. İnşallah ki, bitərlər. Sulayacağım hamısını. Belə. Bunlar bitsə nə qədər? Kızım, orada kəpənək var. Kəpənək uçur orada. Bu qalanlarını bir yerə əkəcəm. Həyatım, bir dənə dayan. Bunun bax, bu ortasından pişiklər ayağını qoymuşdu. Burada keşini çəkmişəm. Pişiklər ayağını qoyub. Boş yer. Orada kəpənək var. Melisa orada uçurdu. Boş yer qalıb burada. Bunu da bura əkək. Belə. Ayağı çək kızım. Buradan baxın. Nəyi? Toxumu. Toxumun oradadır həyatım. Acılamıyor. Burada toxumdan əkmişəm. Bunları da sökməyəcəm. Elə qalsın. Qoparacaq. İnan ki, mən göyərti, day əkəndən məni bu pişiklər. Pişik bir tərəfdən, toyuq bir tərəfdən. Buralarda bax ot görürsünüz. Toyuqları atmışam burada otlasınlar. Otlamırlar, eşirlər. Buna baxın, görün nə günü. Eşib hər yerin kökünü çıxardırlar. Buna əziblər hamısını, zayılıyıblər. Eşirlər ki, imini kökü çıxsın. Kökü çıxsın. Niyə belə qalır kökü çıxsın? Buna bax, orada keçiblər o, nədir o mənim kahlarımı görürsünüz. Kahlarıma için eşiblər. Gəliblər burada spanaq əkmişəm. Spanaqlarımı, cəfər, vəzəllərimi görün nə günə salıblar. Buna baxın, vəzəllərimi eşiblər. Elə, yəni buraları görürsünüz nə günə salıblar. Bunları hamısını. Burada baxın, bura cəfər əkmişəm. Cəfərimin içi əslində çox qarışıqdır. Burada da var mənim həmin o dedikliyim çuğundurlardan. Buranı da o cür eləyəcəm. Buranı da sökəcəm. Sırayla qəşəng əkəcəm. Qarışıqlıq aradan qalxsın. İnşallah. Belə işlər. Noyabr ayı və mənim badımcanlarım. Görürsünüz dostlar. Biri də orada. Buna baxın, nə günə salıblar. O qədər belə anormal heyvandır ki, toyuqlar. Yəni otu yeyin də, ot deyin. Niyə eşirsən, niyə kökünü çıxardırsan? Dəhşətdir də.